Salam, hər vaxtınız xeyir olsun. Mən Həvva Zamirli. Bu videoda sizə hazırladığım 10 sualdan ibarət sınağın izahını təqdim edəcəm. Vaxt itirmədən keçək ilk sualın izahına. Bəzən uca, bəzən asta, ötür sazım minsim üstə. Andı yalan, eşqi yalan, dostluğu da rüşvət olan, ürək yıxan bir iblis də üzəvari deyir hərdən, şair, nə tez qocaldın sən. Demək, nümunədə işlənməmişdir. İlk misrada vurğusuna görə fərqlənən söz işlənib, bəzən sözü vurğusuna görə mənası dəyişən sözlərdəndir. Fərqli misralarda inversiya. Məsələn, ikinci misrada ötür sazım minsim üstə. Burada inversiya var. Üzəvari deyir hərdən, burada da inversiya var. Deməli, bu da işlənən variantdır. Fərqli köməkçi nitq hissələri. Burada köməkçi nitq hissəsi yalnız deməli, burada bir ədat var, bir də bağlayıcı var. İki fərqli köməkçi nitq hissəsi işlənib, bu da işlənən variantlar sırasındadır. Aslı tərəfi düzəltmə isim olan fiili sifət tərkibi. Baxaq, aslı tərəfi dostluğu rüşvət olan, bəli budur. Fiili sifət tərkibinin aslı tərəfi düzəltmə isimdir, dostluq. Antonim sözlərlə ifadə olunmuş mürəkkəb zərfliklər. Antonim sözlərlə ifadə olunan zərfliklər var, uca və asta sözləri, amma mürəkkəb zərfliklər deyil, sadə zərfliklərdir. Cavab olacaq E variantı. Müasir görüşlü və ölçüyə gəlməz sözlərindən yalnız birinə aid doğru fikri seçin. Müasir görüşlü, burada l-d kimi tələffüz olunacaq bir fərq var. Bildiyimiz kimi yeni orfoqrafiya, orfoepiya qaydalarına əsasən deməli, müxtəlif cinsli qoşa saitlərdən olan ÜA səs birləşmələrində sait düşməsi və uzanma müşahidə olunmur. Olduğu kimi olacaq. Müasir görüşdü. Burada sadəcə l-d-yə keçir. Ölçüyə gəlməz sözü isə necə yazılır, elə də tələffüz olunur. Yalnız birinə aid doğru fikri axtarırıq. İncə dodaqlanan saitlər iştirak edib. Hər ikisində incə və dodaqlanan saitlər var. Fərqli tələffüz olunan sait səs var. Fərqli tələffüz olunan sait heç birində yoxdur. Bu da olmaz. Səs uzanması var. Uzanma heç birində yoxdur. Bu da cavab ola bilməz. Fərqli tələffüz olunan samit səs. Fərqli tələffüz olunan samit səs müasir görüşlü sözündə var. Ölçüyə gəlməz sözündə isə yoxdur. Elə cavab olacaq D variantı. E-də isə deyilir ki, iki leksik şəkilçili sözlərdir. Müasir görüşlü sözündə gör, görüş, 3-1, lü-2. 2 leksik şəkilçi var. Ölçüyə gəlməz sözündə də ölç, ölçü. 1 leksik şəkilçi, gəlməz sözündə də məz sifət düzəldən leksik şəkilçi var. Deməli, bu hər ikisinə ortaqdır. Cavab oldu D variantı. Neçə yaşında idik, bilmirdik. Nümunə ilə bağlı düzgün variantı seçin. Qrammatik norma pozulmamışdı. Pozulub çünki deməli bilmirdik neçə yaşında idi. Burada birinci baş, ikinci budaq cümlə gəlməli idi. Belə deməli A variantında pozulub. 3 fərqli nitq hissəsi işlənib. Deməli bu saydı, bu isimdir, bu isə feildir. 3 fərqli nitq hissəsi doğru fikirdir. Müəyyən şəxsi cümlələrdən ibarətdir. O neçə yaşında idi, biz bilmirdik. Hər ikisində mübtədanın buraxıldığı müəyyən şəxsi cümlələr var. Elə demək düzgün cavabımız C variantıdır. Nümunədə 5 şəkilçi var. Yaşında sözündə mənsubiyyət, hal, bilmirdik sözündə inkarlıq, zaman, hissəcik və şəxs sonluğu. Ümumilikdə 6 şəkilçi var. D səhv fikirdir. İntonasiya ilə bağlanan tabesiz mürəkkəb cümlədir. Fikri də yanlışdır. Çünki tabeli mürəkkəb cümlədir. Cavab oldu C variantı. 4-cü sualda deyilir ki, mən pencəyimin güllə deşən yerini Qaracaya göstərib titrək səslə dedim. Bura bax, Qaraca, gör güllə hardan keçib. Nümunədə buraxılmış durğu işarələrini müəyyənləşdirək. Deməli, mən pencəyimin güllə deşən yerini Qaracaya göstərib titrək səslə qoşa nöqtə, daha doğrusu burada titrək səslə dedim. Burada qoşa nöqtə, dırnaq açılır. Deməli, bura bax, vergül, xitab olduğu üçün Qaraca, yenə vergül, gör güllə hardan keçib. Deməli, titrək səslə burada hissəyəcan ifadə etdiyi üçün nida işarəsi olacaq. Nida da dırnaqdan içəridə yazıldığı üçün
nida sonra dırnaq işarəsi qoyulacaq bu formada. Deməli, qoşa nöqtə, dırnaq, vergül, vergül və nida, dırnaq. Bu formada cavabımız olacaq B variantı. 5-ci sualın izahına baxaq. İxtiyari cümlə haqqında 2 məlumatımız var. Cümlədə mürəkkəb söz yoxdur, cümlədə mürəkkəb ad yoxdur. Bu 2 məlumatdan yola çıxaraq doğru variantı axtarırıq həmin o ixtiyari cümlə haqqında. Belə bir sualları adətən səhv yazırlar, ixtiyari cümləni təsəvvür etməkdə çətinlik çəkirlər. Bizim bildiyimiz cəmi 2 məlumat var. Bu məlumatlara əsasən doğru fikir axtarırıq. Ehtimal oluna bilən variantları da çıxmalıyıq, yanlış fikirlər də çıxmalıyıq. Bizə lazım yalnız doğru fikir. Xəbər mürəkkəb söz birləşməsi ilə ifadə oluna bilər. Bizə deyir ki, mürəkkəb söz yoxdur və deyir ki, mürəkkəb ad yoxdur. Söz birləşməsi yoxdur demir. Ona görə də xəbər mürəkkəb söz birləşməsi ilə ifadə oluna bilər fikri doğrudur. Olunub demir, oluna bilər deyir. Ehtimaldır və doğru fikirdir. Oluna bilər yazıldığı üçün doğru fikir götürə bilərik. Belə, cümlədə mürəkkəb mübtəda var. Mürəkkəb mübtədanın olması ehtimaldır. Ola da bilər, olmaya da bilər. Bizdən doğrunu soruşur, beyni çıxırıq. Yalnız sadə cümlə üzvlərindən ibarətdir. Ola bilər ki, cümlə özü mürəkkəb olsun. Mürəkkəb söz zaten sadə cümlə özü olur. Mürəkkəb ad da yoxdursa, yenə də mürəkkəb söz birləşməsi və yaxud da ümumiyyətlə söz birləşməsi ilə ifadə olunan mürəkkəb cümlə üzvləri ola bilər. C ehtimaldır. Yalnız sadə cümlə üzvlərindən ibarət olması ehtimaldır. Həm sadə, həm mürəkkəb cümlə üzvləri iştirak edib, bu da ehtimaldır. İkisindən də istifadə oluna bilər və yaxud da yalnız sadə ya da yalnız mürəkkəb cümlə üzvlərindən də ifadə olunmuş ola bilər. Düzəltmə söz müstəqil cümlə üzvüdür. Düzəltmə sözün müstəqil cümlə üzvü olması da ehtimaldır. Demək, doğru cavab A variantı. Yalnız baş üzvlərdən ibarət müəyyən şəxsli, ismi xəbərli, nəqli cümlə. Deməli, 4 dənə şərtimiz var. Yalnız baş üzvlər olmalıdır, cümlə müəyyən şəxsli olmalıdır, ismi xəbərli, bir də nəqli cümlə olmalıdır. Deməli, kimdir gülən? Bu cümlə sual cümləsidir deyə bunu çıxırıq. Çox namərddir bu dünya. Burada təyin olduğu üçün ikinci dərəcəli üzv var, yenə bunu çıxırıq. Keçdi qara qış. Burada da ikinci dərəcəli üzv iştirak edib deyə variantı çıxırıq. Ürəyinə nəsə danmışdı. Burada da ürəyinə nəsə danmışdı. Bütövlükdə xəbərdən ibarətdir. Və bu cümlə nəqli cümlədir. Yalnız baş üzvlərdən yalnız biri iştirak edib, xəbərdən ibarətdir. Hər iki baş üzv yoxdur. Nəqli cümlə variantı düzdür. İsmi xəbərli olması səhvdir. İsmi xəbərli cümlə deyil bu. Deməli, bu da yanlış fikirdir. Oxuyan bülbüldür. Deməli, mübtəda xəbər, yalnız baş üzvlərdir. Xəbər ismi xəbərlidir, doğru. Nəqli cümlədir, doğru. Müəyyən şəxslidir, doğru. Bütün fikirləri doğruldan variant E variantıdır. 7-ci sualda deyilir, hansı sözün leksik mənası səhv göstərilib? İltifat, lütfkarlıq, mərhəmət deməkdir, doğrudur. Reputasiya, nüfuz, image, doğrudur. Stenografiya, şifahi nitqi, xüsusi işarələr və ixtisarlarla cəld yazıya köçürmə. Bu da doğrudur. Stabilizator, hər hansı bir kəmiyyətin dəyişkənliyini qorumaq üçün qurğu. Dəyişkənliyini yox, stabilliyini, dəyişməzliyini, yəni sabitliyini qorumaq üçün olan qurğudur stabilizator. Yanlış fikir budur. Təmərküzləşmə, bir yerə toplanma, mərkəzləşmə deməkdir. Bu da doğrudur. Səhv cavab D variantıdır. 8-ci sualda deyilir ki, improvizasiya sözü ilə bağlı doğru və yanlış fikirlərin eyni sırada verildiyi variantı seçin. Deməli, bu sözlə bağlı həm doğru, həm yanlış fikir olmalıdır eyni sırada. Yəni, tamamilə doğru və yaxud da tamamilə yanlış fikir götürə bilmərik. Deməli, bir dodaqlanan açıq sait işlənib, sözdə saf heca var. Burada dodaqlanan açıq sait yoxdur, çünki tələffüzdə o saiti aya keçir. Birinci hissə yanlışdır. Saf heca var. Saf heca var, fikir də yanlışdır. Saf heca yalnız saitdən ibarət hecadır. Belə bir heca da yoxdur. Hər iki tərəfi yanlışdır. Vurğusu informativ sözü ilə eyni hecadadır. İnformativ sözünün hecası vurğusu 4-cü hecadadır. İmprovizasiya sözündə də vurğu 4-cü hecadadır. Deməli, birinci tərəf doğru.
Söz açıq saitlə bitir. Açıq saitlə bitir də doğrudur. Ona görə burada hər iki tərəf doğru olduğu üçün bu da ola bilməz. Hərf və səs tərkibi bir məqamda fərqlənir. Burası doğrudur. Cəmi bir fərq var, o da onun aya keçməsi. Vurğu 5-ci hecadadır, yanlışdır. Vurğu 4-cü hecadadır. Ona görə bir tərəfi doğru, digər tərəfi yanlış olan variant elə C variantıdır. Sözün son hecası müstəqil leksik vahiddir. Bir dəqiqə. Sözün son hecası müstəqil leksik vahiddir fikrini qəbul etmək olar. Yəni dilimizdə ya sözü var, ya həm bizdə nida kimi işlənir, həm də köməkçi nitq səsi olaraq bağlayıcı kimi də işlənə bilir. Müstəqil leksik vahid kimi mövcuddur. Bu hissə doğru. Leksik mənası yoxdur, bu hissə də doğru. Deməli, burada da hər iki hissə doğrudur. 6, deməli, Y-də 6 hecalıdır, vurğu açıq sait üzərindədir. 6 hecalı doğrudur. İmprovizasiyada vurğu yenə açıq sait üzərindədir, bu hissə də doğrudur. Deməli, bütün variantlarda, C istisna olmaqla bütün variantlarda hər iki tərəf doğrudur. Daha doğrusu A variantında hər iki tərəf yanlışdır. B, D və Y variantlarında hər iki tərəf doğrudur. C-də isə birinci tərəf doğru, ikinci tərəf yanlış. Ona görə cavabımız olacaq C variantı. 9-cu sualda deyilir ki, ara sözlər üçün doğru olan hansı fikir xitab üçün yanlışdır? Durğu işarələrinin işlənməsi hər ikisi üçün bütün məqamlarda eynidir. Bu fikir səhvdir, çünki bir çox məqamlarda eyni olsa da, xitablarda cümlənin əvvəlində gələn xitabdan sonra nida qoyula bilir, amma ara sözlərdə qoyula bilmir. Deməli, bu fikir hər ikisi üçün bütün məqamlarda eynidir fikri düzgün gəlmir. B-yə baxırıq, söz birləşməsi və cümlə şəklində ola bilər. Bu, ara sözlə bağlı doğrudur. Deməli, xitabla bağlı yanlışdır. Ona görə cavabımız B olacaq. Fe'li birləşmə ilə ifadə oluna bilməz. Fe'li birləşmə ilə hər ikisi ifadə oluna bilər. Məsələn, xitaba deyə bilərik ki, uzaqdan gələnlər xitab olsun və yaxud da mən bilən ara söz kimi fe'li birləşmə ilə ifadə oluna bilər. Deməli, oluna bilməz hər ikisi üçün yanlışdır. Sadə və mürəkkəb ola bilər. Bu hər ikisi üçün doğrudur. Tərkibində köməkçi nitq səsi işlənə bilər. Hər ikisi üçün doğrudur. Məsələn, ən yaxşı oxuyanlar xitab ola bilər, içərisində ədat iştirak etdi və yaxud da mənim fikrimə görə ara sözün tərkibində köməkçi nitq səsi olan qoşma iştirak etdi. Cavabımız olur B variantı. 10-cu suala baxaq. Başlanğıc forması ən az və ən çox dəyişikliyə uğrayan sözləri seçin. Təbiətşünaslıq sözündə başlanğıc forma 2 dəfə dəyişib. Çünki 2 leksik şəkilçi var. Vulqarcasına sözündə 1 dənə leksik şəkilçi var, 1 dəfə dəyişikliyə uğrayıb. Boyatdırmaq sözündə boyamaq, boyatmaq, boyatdır 2 leksik şəkilçi var, 2 dəfə dəyişikliyə uğrayıb. Kövrəlmiş sözündə ümumiyyətlə leksik şəkilçi yoxdur deyə dəyişikliyə uğramayıb. Bu ümumiyyətlə cavablar arasında yer ala bilməz. Kütləviləşdirilmək, daha doğrusu kütləşdirilmək. Kütləş, kütləşdir, kütləşdiril 3 dəfə dəyişikliyə uğrayıb və buna görə də bu cavablar sırasında ola bilər. Hələ ki, ən çox burada var dəyişiklik. Ağaclarımızdakıdır. Ağac sözün kökü, lar, ımız. Bunlar başlanğıc formanı dəyişməyib, qrammatik şəkilçilərdir. Dakını artırdığımız zaman sözün başlanğıc forması ağac sözündən ağaclarımızdakı sözünə keçir. Çünki qrammatik şəkilçi özündən sonra leksik şəkilçi gələndə başlanğıc formaya daxil ola bilir, amma leksik şəkilçi gəlmədikdə daxil ola bilmir. Deməli, burada başlanğıc forma 1 dəfə dəyişib. Dırda qrammatik şəkilçidir. Dilək sözündə isə başlanğıc forma 2 dəfə dəyişib. Dil, dilə, dilək. Deməli, ən az dəyişən vulqarcasına sözüdür. Ən çox dəyişən kütləşdirilmək sözüdür. Cavabımız olacaq A variantı. Kövrəlmiş sözündə ümumiyyətlə başlanğıc forma dəyişmədiyi üçün onu cavablar arasında götürmədik. Düzgün cavab A variantı.
Sınağın izahı bu qədər. Ümid edirəm ki, faydalı oldu. İnşallah növbəti sınaqlarda görüşərik.